Yaşad Fondunun təşkilatçılığı ilə şəhidlərin övladları üçün birinci intellektual marafona start verilib. Konstitusiya və suverenlik ili çərçivəsində gerçəkləşən layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edir. Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaqdır. Açılış mərasimində Yaşad Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov şəhid övladları üçün bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. Bizim suverenliyimiz, qəhrəman şəhidlərimizin, qazilərimizin qəhrəmanlığından sonra, onlar bizim ərazilərimizi işğaldan tam azad etdikdən sonra bizim suverenliyimiz bərpa olunub və biz məhz bu intellektual marafonu suverenliyi ilə həsr etmişik. Bundan başqa qarşıdaşı aylarda, qarşıdaşı günlərdə digər layihələrimiz həyata keçiriləcək. Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə və konsert saatları keçiriləcək. Həmçinin düşərgə iştirakçıları müxtəlif hədiyyə və mükafatlarla təltif olunacaqlar. Qeyd edək ki, sözü gedən layihə aprelin 20-sinədək davam edəcək.